Salam, mən Ceyhun Əhədov, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin coğrafiya üzrə təlimçisi. Bugün sizlərə MİQ və sertifikasiya düşəcək sual tipinə uyğun bir sual modeli ilə yaxından tanış edəcəm. Keçək suala. Sualımız belədir. Uyğun olmayanı müəyyən edin. A. Bentonit gil oda davamlıdır. Bəli. Qəlib kimi metal tökmədə istifadə edilir. Doğru ifadədir. Amma bizə uyğun olmayan bəndi istəyir. B. Kvars qumları şüşə istehsalında istifadə edilir. Bəli, kvars qumları hökməli və hacıvəlli yataqlarına istehsal edilir və o şüşə istehsalında istifadə edilir. Bu doğru ifadədir. C bəndi. Yodlu bromlu su kimya sənayesində istifadə edilir. Bəli, ölkəmizdə istehsal edilən yod brom təyinatı kimya sənayesi istiqamətindədir. D variantı. Barit dərin neft quyularının qazılmasında istifadə edilir. Bəli, barit dərin neft quyularının qazılmasında istifadə edilir. Doğru ifadədir. Seolit gili kənd təsərrüfatı və meşə sənayesində istifadə edilir. Seolit gili, bəli, kənd təsərrüfatında istifadə edilir, amma meşə yox, kimya sənayesində istifadə edilir. Bu ifadə yanlışdır, uyğun olmayan bənddir. Tapşırığın doğru cavabı Y variantına uyğun gəlir. Keçək növbəti suala. Növbəti sualımız belədir. Udulan radiasiya əks olunan radiasiyanın 60%-nə bərabərdir. Udulan radiasiya ilə əks olunan radiasiyanın fərqi 48 kilokalori santimetr kvadrat olarsa, udulan radiasiyanın miqdarını bizdən tələb edir. Ümumiyyətlə, biz udulan radiasiyanın əks olunan radiasiyanın 60%-nə bərabər olduğunu qeyd edirik. Beləliklə, biz qeyd edəcəyik əks olunan radiasiyanı x minus 60%'ı başqa cür 0.6x formasında da yaza bilərik. Bərabərdir. Bu fərq 48-ə bərabərdir. Beləliklə, x-dən 0.6x çıxanda edəcək 0.4x bərabərdir 48. 48-i bölək 0.4-ə. Başqa cür bunun yanına 0 atıb bura 4 ata bilərik ki, buradan alınan rəqəmimiz bizim 120 edəcək. Beləliklə, 120 əks olunan radiasiyadır. Əks olunan radiasiyadan 120-dən 48 çıxsaq, alınan rəqəmimiz 72 edəcək ki, beləliklə 72 bizim udulan radiasiyamızdır. Tapşırıqda da bizdən udulan radiasiyanı tələb etdiyi üçün doğru cavabımız Y variantına uyğun gələcək. İndi isə keçək 3-cü suala. 3-cü sualımız belədir. Biodizel haqqında düzgün fikirləri müəyyən edin. Ümumiyyətlə, biz biodizelin yanacaq olduğunu bilməliyik. Keçək variantlara. A bəndi. Kanadada kanoladan, Braziliyada kastor yağından, ABŞ-da soyadan əldə edilir. Bizdən düzgün fikirləri soruşur. Bəli, Kanadada kanoladan, Braziliyada kastor yağından, ABŞ-da soyadan biodizel əldə edilir. Tapşırığımızın doğru cavabı A bəndində özünü göstərir. Gəlin digər variantlara biz nəzər salaq. Filippində kokos yağından əldə edilir. Doğrudur. İndoneziyada palmadan əldə edilir. Doğrudur. Həm Filippin, həm İndoneziyada kokos və palmadan əldə edilir ifadəsini biz hər iki dövlət üçün qeyd edə bilərik. Kanadada rapsdan yox, kanoladan əldə edilir. Braziliyada şəkər qamışı və şəkər deməli, ABŞ-da qarğıdaldan istifadə edilir. Bu biodizel deyil, bu bioetanoldur. Beləliklə, bu bəndlər yanlışdır. Almaniyada arpa, Fransada buğda, ABŞ-da qarğıdalı. Buradakı bəndlərin hamısı doğrudur, amma biodizel yox, bioetanola aiddir. Y bəndi Niderlandda kokosdan, Danimarkada günəbaxandan, İsveçdə rapsdan əldə edilir və bunlar da hamısı deməli bioetanola aid anlayışlardır. Biodizel haqqında düzgün fikirlər tapşırığın A bəndində göstərilmişdir. Növbəti sualımız belədir. Uyğunluğu müəyyən edin. Hidropon və kokopit. Bu, torpaqsız əkinçiliyə aid olan bir anlayışlardır. Gəlin görək hidropon və kokopitin oxşar və fərqli əlamətləri hansılardır? Keçək bəndlərə. 1. İsti və quraq ərazilərdə daha çox tətbiq edilir. Bu, hidropona aid olacaq. Belə ki, bu əsasən İran körfəzi ölkələrində xüsusilə də daha çox önə çıxan bir torpaqsız əkinçilik növüdür deyə bilərik. 2. Kokos meyvəsinin qabığından hazırlanır. Kokopit, bu da əsasən Cənubi Asiya regionları üçün xarakterik olan bir deməli alternativ torpaqdır deyə bilərik. 3. Alternativ torpaqlar hesab olunur. Hər ikisi həm hidropon,
həm kokopit alternativ torpaqdır. Yəni biz bunu ortaq əlamətə deməli qeyd edəcəyik. 4. Kərpic formasında salınır, daha sonra su əlavə edildikdə torpağı əvəz edir. Kərpic formasına salınan kokopitdir. Ona görə də biz 4-ü ikinciyə qeyd edəcəyik. Daha sonra bitkilər qidalarla zənginləşdirilmiş mühitdə əkilir və bu hidropona aiddir. Zənginləşdirilmiş olan hidropondur. Torpaqsız əkinçilik hesab edilən hər iki bəndə uyğun gələcək. Beləliklə 1-ə 1-5, 2-ə 2-4, 3-ə 3-6-nın verildiyi bəndlər tapşırığın D variantında qeyd edilmişdir. Bugünlük bu qədər. Növbəti qəbul tipli tapşırıqların izahında görüşənədək.